Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirildi. Tədbirdə baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər iştirak etdilər. İstifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması məqsədi ilə müasir standartlara cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidmət otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas salları yaradılıb. Yeni binada elektron prokurorluq informasiya sistemi də tam şəkildə tətbiq olunur. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir. İşin çevikliyi və şəffaflığı artırılır. İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın aksalında iclas keçirilib. Açılış nitqində baş prokuror Kamran Əliyev bildirib ki, müasir və çevik prokurorluq sisteminin formalaşdırılması Azərbaycanın hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biridir. Dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində son illər ərzində bir sıra mühüm inzibati binalar tikilərək istifadəyə verilib. Baş prokuror yeni inzibati binanın istifadəyə verilməsi münasibəti ilə prokurorluq əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O çıxışında bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir. Və bugün hesab edirəm ki, rayon prokurorluğu üçün qeyd etdiyim kimi ən əlamətdar hadisədir. Və biz bunu özümüzə bir etimad kimi qəbul edirik və bundan sonra da hesab edirəm ki, Bakı şəhərinin ən böyük rayonlarından olan Nəsimi rayonunda hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların məmnunluğu həyata keçirilməsi istiqamətində cinayətkarlıqla mübarizə sahəsində hər bir prokurorluq əməkdaşı əlindən gələni əsirgəməyəcək və daim çalışacaq ki, ən yüksək səviyyədə vermiş olduğu o tapşırıqları cənab baş prokuror tərəfindən ən yüksək səviyyədə icra etsin. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.